Deməli, Vüsal bəy, izləyicimiz olan Aydan xanım tələbə olduğunu bildirir və qeyd edir ki, il ərzində hər il universitetlərdən yetərli sayda tələbələr məzun olur və hər ixtisas üzrə də kifayət qədər sayılır. Biz nə eləyək ki, rəqabət mühitində onlardan fərqlənək? Tələbəlik dövründəmi nəsə bir fərqlilik eləyək, yoxsa məzun olandan sonra xüsusi bir proqramlar falan mı öyrənək? Nə bizi fərqləndirsin onlardan? Aydan xanıma təşəkkür edirik. Bizim aktiv izləyicidir. Bir neçə suallarını görmüşük və çox da vacib sualları buyurur. Aydan xanıma mesajımız belədir. Aydan xanım timsalında hər kəsə bildiririk. Deməli, məzun olandan sonra görülən bir proses artıq gecikmiş bir prosesdir. Çünki böyük bir öyrənmə sürəci əlavə olur və sizin bu sertifikasiyaları, təlimləri keçmək üçün ciddi bir vaxt lazımdır. Mən tövsiyə edirəm ki, bizim tələbəçilik vaxtı yetərincə vaxtımız olur. Yəni, kimsə deyirsə ki, vaxtımız yoxdur, məncə o yoldaş saatına bir də diqqətlə baxsın. Yəni, hər kəs üçün 24 saat verilib və öhdəlikləri də yoxdur. Bugün Azərbaycan valideyni də təhsil alan tələbəsi, övladı üçün əlindən gələn komfortu yaradır. Bunu heç kim danmasın, bu 90% ailələrdə belədir. Yəni, yetərincə vaxtımız var, o vaxt məndə də olub, sizdə də var. Mütləq şəkildə tövsiyə edirəm ki, birinci kursun ikinci semesterindən. Birinci semestri hədiyyə edirik gəncliyə və orada rahat şəkildə bir adaptasiya sürəci keçsin, başları biraz yorğunluqdan çıxsın. Amma ikinci semestrdən etibarən mütləq şəkildə ingilis dili, kompüter proqramları və digər o dediyimiz soft skilllər, layihələrdə iştirak eləmək və s. bunları mütləq şəkildə öyrənsinlər. Biz bunlar üçün ayrıca bir bu boşluğu ciddi şəkildə görmüşük və ayrıca bir model yaratmışıq. Məsələn, birinci ofis proqramlarını öyrədirik, hard skillslər, ondan sonra soft bacarıqları öyrədirik, sonra idarəetmə bacarıqlarını öyrədirik və beynəlxalq sertifikasiyalardan keçirik. Və bu yol, həmin o bu 3-4 illik yol, məzun olanda, hətta heç məzun olmağa gərək olmur. Məzun vaxtından da əvvəl 3-cü kursda bizim çox tələbələrimiz var ki, biz onları onlayn, distant və yaxud da yarımştat kimi işlərlə təmin eləmişik. Onlar günün müəyyən saatlarında işləyirlər. Və təbii ki, həmin şəxslər digərlərindən 10 qat qabaqda olacaqlar. Niyə? CV göndərəndə 4-cü kursu bitirmiş bir şəxs yazanda ki, 2 il filan yerdə təcrübəm var, filan proqramda olmuşam, filan bilikləri bilirəm. Təbii ki, o bitirmiş, hələ də kurslara gedən bir şəxsdən 10 dəfə üstün olacaq. Onun davranışı, danışığı, HR-a verdiyi reaksiyalar, verdiyi cavablar, CV-sindəki o zənginlik dərhal onun seçilməsinə dəstək olacaq. Ona görə məzuniyyəti gözləmirik. Mən düşünürəm ki, birinci kursun ikinci semesterindən mütləq şəkildə sürətli start düyməsini basmaq lazımdır.